Hansı cümlədə azaltma dərəcəsində olan sifət işlənmişdir? Qara qartal nə gəzirsən? Dağlar qoynunda qoynunda. Burada qara sözü sifətdir. Lakin azaltma dərəcəsində deyil, adi dərəcədədir. Ona görə də A variantı gedir. Çünki bizdən azaltma dərəcəsini istəyir. Tünd divar kağızları otağı daha qaranlıq edirdi. Tünd divar kağızları. Buradakı tünd sözü də bəli, adi dərəcədə olan sifət rolunda çıxış edib. Ona görə B variantı da gedəcək. Bəli, tünd sözünü eyni zamanda biz çoxaltma dərəcəsini yaradan söz kimi görürük, işlədirik, amma o zaman defislə yazılır. Burada isə isimdən əvvəl gəldiyinə görə bu dərəcə əlamətini bildirmir. Yəni adi dərəcədə olur. C-yə baxırıq. Sabir çox yaxşı əzbərlədiyi şeiri bir nəfəsə dedi. Sabir çox yaxşı əzbərlədiyi. Buradakı çox ədatdır. Və bizdən azaltma dərəcəsini istəyir. Azaltma dərəcəsini yaradan vasitələrin içərisində çox ədatı yoxdur. Ona görə C variantı da səhvdir. Eyni zamanda bir şey də vurğulayım ki, burada yaxşı sözü əzbərlədiyi sözünə aid olduğu üçün biz buna yaxşı sözünə biz burada sifət deməyəcəyik. Sadəcə olaraq çox sözü bəli burada ədat kimi işlənib. Çox yaxşı əzbərlədiyi şeiri bir nəfəsə dedi. Sabir yaxşı əzbərlədiyi şeiri bir nəfəsə dedi. Çox yaxşı əzbərlədiyi şeiri bir nəfəsə dedi. Çoxlu göy qələmlər gətirib uşaqlara payladım. Buradakı göy sözü adi dərəcədədir. Bu da getdi. Almaların rəngi yaşıl təhər idi. Yaşıl təhər bilirik ki, ala, kəm, təhər, açıq. Nədir bunlar? Sintaktik formada azaltma dərəcəsini yaradan sözlərdir, hissəciklərdir. Ona görə də doğru cavabımız olacaq Y variantı.